Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Bu günləri biz Newton qanunlarından əvəzləyici qüvvənin testlərinə baxacağıq. Başlayaq birinci sualımızdan. Cismə təsir edən qüvvələrin əvəzləyicisi cismin kütləsi ilə qüvvənin ona verdiyi təcilin hasilinə bərabərdir. Yəni F əvəzləyici bərabərdir M vurulsun A. Əvəzləyici qüvvənin cismin kütləsinə nisbətinə bərabər olan fiziki kəmiyyət hansıdır? F əvəzləyici bölünsün M bərabərdir. Bu nisbət bizə verir cismin hərəkət təcilini. Sabit əvəzləyici qüvvənin təsiri ilə cisimlərin aldığı təcilin onların kütləsindən asılılıq qrafiki verilmişdir. Bu qüvvənin qiymətini hesablayın. Əvəzləyici qüvvəmiz tapılır. F əvəzləyici bərabərdir. M vurulsun A bərabərdir. Kütləmiz 4, təcilimiz isə 8. 4 vurulsun 8 bərabər olacaq 32 Newtona. Cismin təcilinin ona təsir edən əvəzləyici qüvvədən asılılıq qrafiki verilmişdir. Cismin kütləsini hesablayın. Təcil hansı düsturla tapılır? A bərabərdir. F əvəzləyici bölünsün M. Buradan M-i tapacaq olsaq, olur F əvəzləyici bölünsün A bərabərdir. 12 bölünsün 8 edəcək 1,5 kiloqram. Cismə təsir edən 4 qüvvənin əvəzləyicisi nəyə bərabərdir? Biz bilirik ki, əvəzləyici qüvvəni tapmaq üçün eyni istiqamətdə yönələn qüvvələri toplayırıq, əks istiqamətdə yönələn qüvvələri isə çıxırıq. Sadədən mürəkkəbə doğru getmək lazımdır hər zaman. 2 dənə 5 Newton əks istiqamətlərdə yönəlib. Əks istiqamətdə əvəzləyici qüvvəni tapmaq üçün F1 çıxılsın, F2 yazırıq. Yəni 5 çıxılsın 5 bərabər olacaq 0-a. 7 və 10 Newton qüvvələr də yenə əks istiqamətdə yönəliblər. Elə deyilmi? F əvəzləyici bərabərdir. F1 çıxılsın F2. 10 Newtondan çıxacam 7 Newtonu bərabər olacaq 3 Newtona. Deməli, 4 qüvvənin əvəzləyicisi oldu 3 Newton. Qüvvə hansı cihazla ölçülür? Qüvvə dinamometr adlanan cihazla ölçülür. İş prinsipi Hooke qanununa əsaslanır. Cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Hansı zaman intervalında cismə təsir edən qüvvələrin əvəzləyicisinin x oxuzla proyeksiyası 0-a bərabərdir. Əvəzləyici qüvvənin 0-a bərabər olması o deməkdir ki, cisim ya düz xətli bərabər sürətlə hərəkət edir, ya da ki, sükunətdədir. Yəni V bərabərdir konstant və ya V bərabərdir 0. Və zamanın biz T2, T3 intervalına baxanda görürük ki, deməli cisim necə hərəkət edib? Düz xətli bərabər sürətli. Bunun üçün də T2, T3 intervalında əvəzləyici qüvvəmiz 0-a bərabər olmuş olacaq. Kütləsi 2 kiloqram olan cisim 20 metr bölünsün saniyə sürətlə düz xətli bərabər sürətlə hərəkət edir. Cismə təsir edən əvəzləyici qüvvəni hesablayın. Düz xətli bərabər sürətlə hərəkət edən cismə təsir edən əvəzləyici qüvvə 0-a bərabər olur. Həmçinin cismin hərəkət təcili olur 0, əvəzləyici qüvvəsi olur 0. Cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Hansı zaman intervalında cismə təsir edən qüvvələrin əvəzləyicisinin fx oxuzla proyeksiyası müsbətdir. 0T1 intervalına baxanda biz görürük ki, cisim x ox istiqamətdə bərabər yeyinləşən hərəkət edir. Baxın, belə bir x ox çəkirik. Cisimimiz x ox istiqamətdə gedir. Bərabər yeyinləşən hərəkət edirsə, deməli, təcil də x ox istiqamətdə yönəlib. Təcilin də x ox istiqamətdə yönəlməsi qüvvənin x ox istiqamətində yönəlməsi deməkdir. Deməli, 0T1 intervalında qüvvənin x oxuzla proyeksiyası müsbətdir. Cismə təsir edən əvəzləyici qüvvə 4 dəfə artdıqda onun təcili. Təcil hansı düsturla tapılır? A bərabərdir. F əvəzləyici bölünsün M. Kütlə sabitdir. Təcil əvəzləyici qüvvədən həmişə düz mütənasib asılı olub, əvəzləyici qüvvə istiqamətində yönəlir. Əvəzləyici qüvvə 4 dəfə artırsa, deməli bizim təcilimiz də 4 dəfə artar. Kütləsi 1 kiloqram kütləli birinci kürə sükunətdə olan ikinci kürə ilə toqquşur. Qarşılıqlı təsir nəticəsində ikinci kürə modulca birinci kürənin təcilindən 3 dəfə kiçik təcillə hərəkət edir. İkinci kürənin kütləsini hesablayın. Əvvəlcə verilənləri yazaq uşaqlar. M1 bərabərdir 1 kiloqramdır. Qarşılıqlı təsirdən sonra deyir ki, ikinci kürə birinci kürədən
modulca 3 dəfə kiçik təcillə hərəkət edir. Yəni A2 bərabərdir A1 bölünsün 3. Bizə deyir ki, ikinci cismin kütləsini hesablayın. Biz yazırıq Newtonun ikinci qanunu F əvəzləyici bölünsün M. Buradan biz görürük ki, təcil kütlədən necə asılıdır? Tərs mütənasib asılıdır. Yəni yazacaq A1 bölünsün A2 bərabərdir M2 bölünsün M1. A1 bölünsün A2'nin yerine yazacağım. A1 bölünsün 3 bərabərdir. M2'ni bizdən soruşur. M1 də bizə şərtdə verib 1 kilogram. Buradan 3 çıxır kəsirin sürətinə A1'lərdə ixtisar gedir. 3 bərabər olur. M2 bölünsün 1. M2 də bərabərdir 3 kilograma. Bir kilogram kütləli birinci kürə sükunətdə olan ikinci kürəni itələyir. Bu qarşılıqlı təsir zamanı ikinci kürənin təcilinin modulca birinci kürənin təcilindən 2 dəfə böyük olduğunu bilərək ikinci kürənin kütləsini hesablayın. M1 bərabərdir 1 kiloqramdır. Deyir ki, ikinci kürənin təcili birinci kürənin təcilindən 2 dəfə böyükdür. Yəni A2 2A1-ə bərabərdir. Və bizə deyir ki, ikinci cismin kütləsini tapaq. Və biz də bildik ki, A bərabərdir F bölünsün M ifadəsinə görə təcil kütlədən tərs mütənasib asılıdır. A2 bölünsün A1 bərabərdir M1 bölünsün M2. A2'nin yerinə yazacağım. 2A1 bölünsün A1 bərabərdir. M1'in yerinə yazırıq 1 kilogram, bizdən M2'ni soruşur. A1'lər buradan ixtisar gedir. Tənasübümüzü vurub açırıq. Olur 2M2 bərabərdir 1. Buradan da M2 bərabərdir 1 bölünsün 2 edəcək 0,5 kilogram. Aşağıda eyni bir maddi nöqtənin müxtəlif hərəkət tənişləri verilmişdir. Hansı halda maddi nöqtəyə ən böyük əvəzləyici qüvvə təsir edir? Deməli uşaqlar, əvəzləyici qüvvənin bizə lazımdır maksimum. Əvəzləyici qüvvə maksimumdursa, deməli bizim təcilimiz də maksimum olmalıdır. Elə deyilmi? Ən böyük olmalıdır. Və bunun üçün biz koordinatın tənliyini gəlin yazaq. X bərabərdir x0 üstə gəlinsin v0t üstə gəlinsin at kvadrat. Bölünsün ki, biz bilirik ki, t kvadratının qarşısı bizə hər zaman nəyi verir? Təcil verir. Və unutmaq olmaz ki, t kvadratının qarşısını həmişə 2'yə vurmaq lazımdır. Çünki, baxın, A variantında deməli 5t kvadratı verib. Elə deyilmi? Deməli, burada təcilimiz mənfi 10 t kvadratı bölünsün 2 imiş ki, 10 ilə bu 2 ixtisar gedib, yerdə nə qalıb? 5t kvadratı qalmışdır. Aha, A variantının təcilini hesablayacaq olsaq, burada təcil olacaq mənfi 10 metr bölünsün saniyə kvadratı. C variantında olacaq 12. Y variantında olacaq 4. B variantında olacaq 6. D variantında isə olacaq 2. Bizə indi təcilin maksimum olan lazımdır ki, əvəzləyici qüvvədə dediyi orada maksimum olacaq. Cavabımız olur C variantı. Ən böyük C variantındadır. Kütləsi 1 kilogram olan cisim 50 cm bölünsün saniyə sürətlə düz xətli bərabər sürətli hərəkət edir. Cismə təsir edən əvəzləyici qüvvəni hesablayın. Düz xətli bərabər sürətli hərəkət edən cismə təsir edən əvəzləyici qüvvədə və cismin hərəkət təcildə hər ikisi 0'a bərabər olmuş olur. F əvəzləyici bərabərdir 0, A bərabərdir 0. Hansı kütləli cismə 500 Newton qüvvənin verdiyi təcil 250 cm bölünsün saniyə kvadratı olar? Əvvəlcə təcilin düsturunu yazırıq. A bərabərdir F bölünsün M. Buradan M'i tapacağım. M bərabərdir F bölünsün A. Bərabərdir 500 bölünsün. Təcilimiz 250 kvadrat santimetr bölünsün saniyə kvadratıdır. Biz bunu deməli metr bölünsün saniyə kvadratına çevirəcək olsaq, A bərabər olacaq 2,5 metr bölünsün saniyə kvadratı. Yəni 500 bölünsün 2,5, bu da olacaq 200 kilogram. Təsir edilmiş qüvvələrin əvəzləyicisinin modulu 15 Newtondursa,
F2 qüvvəsinin modulunu hesablayın. Qüvvələr bir-birinə perpendikulyar yönəlib, bu zaman onların əvəzləyicisi kökhatta kvadratları cəminə bərabər olur. Və bizə deyir ki, bu qüvvələrimizin əvəzləyicisi bərabər olur 15 Newtona. Bizdən F2 qüvvəsini soruşur. Qüvvələr dedik bir-birinə perpendikulyar yönələrsə əvəzləyici qüvvə necə tapıldı? Baxın, buradan yazıram. F əvəzləyici bərabərdir. Kökhatta F1-in kvadratı üstə gəlinsin F2-nin kvadratı. Əvəzləyici qüvvəmiz 15 verib. Yazacağım 15 bərabərdir. Kök altında 9-un kvadratı üstə gəlinsin F2-nin kvadratı. Kökdən azad etmək üçün hər tərəfi kvadrata yüksəldirəm. 15-in kvadratı edər 225 bərabərdir. 9-un kvadratı 81 üstə gəlinsin F2-nin kvadratı. Buradan F2-nin kvadratı bərabərdir. 225-dən 81-ni çıxanda qalacaq 144. Hər tərəfdən kök alaram. F2 bərabərdir. Kök altında 144. F2 kvadratından F2 çıxacaq da kökün altından, elə deyilmi? 144-dən də çıxacaq 12 Newton. Deməli, baxın, bu qüvvəmiz 12 Newton olmuşdur. F2 qüvvəmiz. Təsvir edilmiş qüvvələrin əvəzləyicisinin modulunu hesablayın. Əvəzləyici yönələcək bu istiqamətdə və biz dedik ki, qüvvələr bir-birinə perpendikulyar yönəldikdə əvəzləyici qüvvə onların kök altında kvadratları cəmi. Elə deyilmi? Aha. İndi yazacağım. F əvəzləyici bərabərdir. Kök altında 3-ün kvadratı üstə gəlinsin 4-ün kvadratı edəcək kök altında 25. Bundan da çıxar 5 Newton. Deməli, əvəzləyici qüvvəmiz 5 Newtondur. Cisim 20 Newton qüvvənin təsiri ilə 0,2 metr bölünsün saniyə kvadrat təcillə hərəkət edir. Həmin cisim 100 Newton qüvvənin təsiri ilə hansı təcillə hərəkət edir? Təcilin düsturunu yazaram. A bərabərdir F bölünsün M. Mən bilirəm ki, təcil əvəzləyici qüvvədən düz mütənasib asılıdır. Deməli, qüvvə 20 idi, sonra oldu 100. Qüvvə 5 dəfə artırsa, təcil də 5 dəfə artar. Bu şəkildə tapa bilərsiniz. Yəni, olacaq 0,1. Və ya təcilin qüvvədən asıllığını yazaram. A1 bölünsün A2 bərabərdir F1 bölünsün F2. A1'i verib 0,2 bölünsün A2'ni soruşur. Bərabərdir. F1 20'dir, F2 də 100'dür. Bunlar ixtisar edər. Burada qalar 5 eynən A2 bərabər olar yenə 1 metr bölünsün saniyə kvadratına. Kütləsi M olan cismin R radiuslu çevrə üzrə sabit omega bucaq sürəti ilə hərəkət etməsi üçün tətbiq olunan qüvvə. Qüvvə hansı düsturla tapılır? F bərabərdir MA və biz mərkəzə qaçma təcilinin omega və R ilə olan düsturunu bildik. Elə deyilmi? Necə oldu? Omega kvadratı R. Və sözsüz ki, cisim çevrə üzrə hərəkət etdiyi üçün uşaqlar mərkəzə qaçma qüvvəsi deyirik burada biz bu qüvvəyə. F bərabərdir M omega kvadratı R ifadəsinə bərabər olub çevrənin mərkəzinə doğru yönəlməlidir. Yəni çevrəyə toxunan istiqamətdə olmaz. Çevrəyə toxunan istiqamətdə hansı kəmiyyət idi? Sürət və impuls. Kütləsi M olan cisim R radiuslu çevrə üzrə modulca V xətti sürəti ilə hərəkət etməsi üçün tətbiq olunan qüvvə. F bərabərdir MA, A-nın yerinə yazacağım mərkəzə qaçma təcilinin düsturunu. Yəni F bərabərdir MV kvadratı bölünsün R ifadəsi ilə təyin olunub çevrənin mərkəzinə doğru yönəlməlidir. Newton bölünsün kiloqram ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Newton deməli qüvvənin, kiloqram isə kütlənin. Bu da bərabər olur təcillə. F bölünsünün bizə nəyi verir? Cismin hərəkət təcilini. Cismə təsir edən əvəzləyici qüvvənin qiymətini hesablamaq üçün hansı kəmiyyətlərin qiymətlərini bilmək kifayətdir? F əvəzləyici bərabərdir MA-dır. Elə deyilmi? Biz bilməliyik nəyi? Cismin kütləsini və cismin təcilini. Əgər kütləsini və təcilini biləcək olsaq, deməli cismə təsir edən əvəzləyici qüvvəni hesablaya bilərik. Cismin təcilinin qiymətini hesablamaq üçün hansı kəmiyyətlərin qiymətlərini bilmək kifayətdir? A bərabərdir F əvəzləyici bölünsün M. Qüvvənin və kütlənin qiymətini bilsək, biz
cismin hərəkət təcilini hesablaya bilərik ki, yəni cismin kütləsinin və ona təsir edən əvəzləyici qüvvənin. Cismə təsir edən qüvvələrin əvəzləyicisi şəkildəki kimi yönəlmişdir. Bu cismin təcili hansı istiqamətdə yönəlmişdir? Təcil hər zaman dedik ki, hara yönəlir? Əvəzləyici qüvvə istiqamətində yönəlir. Uşaqlar, əvəzləyici qüvvə aşağıdırsa, deməli təcil də aşağıdır. Cismə təsir edən qüvvələrin əvəzləyicisi şəkildəki kimi yönəlmişdir. Bu cismin təcili hansı istiqamətdə yönəlmişdir? Əvəzləyici qüvvə sağa doğru yönəlibsə, deməli təcil də sağa doğrudur. Təcil nə olursa olsun, hər zaman əvəzləyici qüvvə istiqamətdə yönəlir. X9 ilə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. 1, 2 və 3 nöqtələrinə uyğun zaman anlarında cismə təsir edən əvəzləyici qüvvənin qiymətləri arasında hansı münasibət doğrudur? Biz görürük ki, sürətin zamandan asılılıq qrafikidir. Bu hansı hərəkət? Uşaqlar, bu bərabər yeyinləşən hərəkətdir. Bərabər yeyinləşən hərəkətdə, bərabər yavaşlayan hərəkətdə hər ikisi bərabər təcilli hərəkətin növüdür. Əgər bütün nöqtələrdə təcil eynidirsə, deməli əvəzləyici qüvvələrimiz də eynidir. Yəni qüvvə dəyişmir, bütün nöqtələrdə eynidir. Qüvvənin dəyişdiyini o zaman deyə bilərik ki, qüvvənin özünün zamandan asılılıq qrafiki olsun və zamana görə artsın və ya azalsın. Cismə bir-birinin əksinə yönəlmiş iki qüvvə təsir edir. F1 böyükdür F2, bu cismin təcil hansı istiqamətdə yönəlir? Təcil əvəzləyici qüvvə istiqamətdə yönəlir. F1 qüvvəsi də F2-dən böyük olduğu üçün deməli əvəzləyici qüvvəsi yönələcək sola doğru. Bu zaman eynən təcil də sola doğru yönəlmiş olar. Cismə bir-birinin əksinə yönəlmiş iki qüvvə təsir edir. F1 böyükdür F2 olarsa, bu cismin təcili hansı istiqamətdə yönəlmişdir? Əvəzləyici qüvvəni necə tapırıq? Böyük qüvvədən kiçiyi çıxırıq. Deməli, F1 F2-dən böyüksə, əvəzləyici qüvvə sağa doğrudur. Bunun üçün təcil də əvəzləyici qüvvə istiqamətində olmuş olacaq. Düzxətli bərabər yeyinləşən hərəkət edən, cismə təsir edən əvəzləyici qüvvə şəkildəki kimi yönəlmişdir. Cismin sürəti hansı istiqamətdə yönəlmişdir? Cisim bərabər yeyinləşən hərəkət edirsə, deməli sürət və təcil eyni istiqamətdə yönəlib. Əvəzləyici qüvvə sola doğrudursa, biz tam dəqiq olaraq deyə bilərik ki, deməli cismin hərəkət təcili də sola doğru yönəlmişdir. Yəni əvəzləyici qüvvə istiqamətdə yönəlir. Və bərabər yeyinləşən hərəkət edirsə, bu zaman deyə bilərik ki, sürət də təcil istiqamətindədir. Çünki bərabər yeyinləşən hərəkətdə sürət və təcil eyni istiqamətdə olurdu. Düzxətli bərabər yavaşlayan hərəkət edən cismin sürəti şəkildəki kimi yönəlmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisi hansı istiqamətdə yönəlmişdir? Bərabər yavaşlayan hərəkət edirsə, deməli təcil və sürət əks istiqamətdə yönəliblər. Təcil də aşağı yönəlibsə, deməli əvəzləyici qüvvəmiz aşağı imiş ki, təcil aşağı yönəlib və cisimdə bərabər yavaşlayan hərəkət edibdir. Cismin təcili şəkildəki kimi yönəlmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisi hansı istiqamətdə yönəlmişdir? Dedik ki, təcil hər zaman əvəzləyici qüvvə istiqamətində yönəlir. Təcil yuxarıdırsa, deməli əvəzləyici qüvvə təcildən qabaq yuxarı olub ki, elə təcili yuxarı istiqamətdə yönəldi. Cismə təsir edən qüvvələrin əvəzləyicisi sabit olduqda, cismin getdiyi yolun zamandan asılılıq qrafiki hansıdır? Uşaqlar, cismə təsir edən qüvvələrin əvəzləyicisi sabit olduqda, yəni F əvəzləyici bərabərdir konstantsa, deməli cismin hərəkət təcili də konstantdır. Elə deyilmi? Və bu bərabər təcilli hərəkətdir. Bərabər təcilli hərəkətdə də gedilən yolumuz S bərabərdir AT kvadrat bölünsün 2 düsturla tapılır. Buradan biz görürük ki, ST-dən kvadratik düz mütənasib aslıdır. Əvəzləyici qüvvənin qiymətini hesablayın. Əvvəlcə dediyimiz kimi asandan çətinə doğru gedirik. Əks istiqamətdə 5 və 8 Newton qüvvələrimiz yönəlib. Əks istiqamətdə qüvvələrimiz əvəzləyici qüvvəni tapanda necə tapırıq? Çıxılır. F əvəzləyici bərabərdir. F3 çıxılsın F1 bərabərdir. 8 çıxılsın 5 olacaq 3 Newton. Deməli bu 8 Newton getdi. Artıq sola doğru neçə Newton qüvvəmiz qaldı? 3 Newton qüvvəmiz qaldı. İndi bu 3 Newton da bu 4 Newton ilə necə yönəlib? Bir-birinə perpendikulyar yönəlib. İndi isə bunların əvəzləyicisini tapmaq lazımdır. Qüvvələr bir-birinə perpendikulyar yönələndə kök altda kvadratları cəmi. F əvəzləyici bərabərdir. Kök altda F1-in kvadratı üstə gəlinsin. F2-nin kvadratı bərabərdir.
Kök altda 3'ün kvadratı plus 4'ün kvadratı, ondan da 25 eləyəcək. 25'dən də çıxar 5 Newton. Cismə təsir edən qüvvələrin əvəzləri sabit olduqda cismin sürətinin zamandan asılılıq qrafiki hansıdır? Əvəzləyici qüvvə dedik sabit olarsa, konstant olarsa, bu zaman təcilimiz də sabit olar. A bərabərdir konstant. Bu da bərabər təcil hərəkət. Bərabər təcil hərəkəti sürət hansı ifadə ilə tapılır? V bərabərdir AT. Təcil sabitsə, sürət zamanla düz mütənasib asılıdır. Cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Bu cisimə təsir edən qüvvələrin əvəzləyicisinin zamandan asılılıq qrafiki hansıdır? Zamanın 0T1 intervalında cisim x ox istiqamətdə bərabər yeyinləşən hərəkət edir. Deməli, əvəzləyici qüvvəmiz müsbətdən sabit. T1, T2 anında isə cismin sürəti müsbətdir. X ox istiqamətində gedir. Amma yavaşlayan hərəkət edirsə də, deməli, əvəzləyici qüvvəmiz və təcilimiz x oxun əksinədir. Yəni, mənfidir. Deməli, əvvəlcə x ox istiqamətdə bərabər yeyinləşən hərəkət elədik. Qüvvəmiz oldu müsbətdən sabit. Daha sonra isə x ox istiqamətdə bərabər yavaşlayan hərəkət edir. Baxın, x ox istiqamətdədir. Sürət belədir, amma təcil belədir ki, cisim T1, T2 intervalında bərabər yavaşlayan hərəkət edir. Bu zaman əvəzləyici qüvvədə x oxun əksinə olduğuna görə olacaq mənfidən sabit. F qüvvə vektorunun y və x oxları üzrə proyeksiyalarını hesablayın. Koordinat oxları üzrə qiymətlər Newtonla verilmişdir. Deməli, proyeksiya nə idi? Vektorun ədəd oxu üzərindəki kölgəsi idi. Elə deyilmi? Biz baxırıq ki, x oxu üzrə bu qüvvə, baxın, bu vektorun başlanğıcı 10-da, sonu isə 4-dədir. Biz də vektorun ədəd oxu üzrə proyeksiyasını necə tapırdıq? Onun son qiymətindən başlanğıc qiymətini çıxırdıq. Deməli, fx oxu üzrə 4 çıxılsın 10 bərabər olacaq mənfi 6 Newton. İndi baxırıq y oxu üzrə. Y oxu üzrə də uşaqlar. Yəni, burada başlayıb, sonra isə 4-də başlayıb 8-ə gedib. Elə deyilmi? Fy bərabərdir. Nə yazacağım? Son qiymət çıxılsın, başlanğıc qiymət. Baxın, başlanğıcda 4-də idi, sonda isə 8-dədir. Yəni 8 çıxılsın 4 bərabərdir 4 Newtona. X oxu üzrə mənfi 6, y oxu üzrə isə müsbət 4. F qüvvə vektorunun x və y oxları üzrə proyeksiyalarını hesablayın. Biz demişdik ki, vektor əgər ədəd oxuna perpendikulyar olarsa, onun proyeksiyası avtomatik olaraq həmin ox üzrə 0-a bərabərdir. Görürük ki, F vektoru y oxusuna perpendikulyardır. Yəni, nə yuxarı getməyib, nə aşağı getməyib. Bunun üçün də F vektorunun y oxu üzrə proyeksiyası 0-a bərabərdir. X oxu üzrə bəs proyeksiyasını nə yazmalıyıq? X minus x 0 yazmalıyıq da, elə deyilmi? Başlanğıcımız 8, son isə 0. Yəni 0 çıxılsın 8 bərabərdir mənfi 8. X oxu üzrə mənfi 8, y oxu üzrə isə 0. F qüvvə vektorunun x və y oxları üzrə proyeksiyalarını hesablayın. X oxu üzrə başlayıb fx bərabərdir. 0-da başlayıb 6-ya gedib. Elə deyilmi? Son qiymət çıxılsın başlanğıc. Yəni x minus x 0 yazacaq olsaq, bu zaman nə olacaq? 6-dan 0-ını çıxanda olacaq 6 Newton. Yəni qısa olaraq belə yazıq. Və vektor ədəd oxuna perpendikulyar olarsa da, bu zaman onun ədəd oxu üzrə proyeksiyası 0-a bərabərdir. Yəni ədəd oxuna heç bir kölgə sala bilmir. Baxın, nə belə getmir, nə də ki, bu istiqamətdə getmir. Elə başlanğıcda 3 idi, sonda da 3-dür. Deməli, y oxu üzrə də proyeksiyamız 0-a bərabərdir. X oldu 6, y oldu 0. F1 və F2 qüvvələrinin əvəzləyicisinin proyeksiyalarını hesablayın. Biz uşaqlar yuxarıda da dedik ki, əgər vektor ədəd oxuna perpendikulyar olarsa, onun həmin ox üzrə proyeksiyası 0-a bərabərdir. Baxanda görürük ki, F1 vektoru x oxuna perpendikulyar. Deməli, F1x bərabərdir 0-a. F2 vektoru isə y oxuna perpendikulyardır. Baxın,
Bu şəkildə. Perpendikulyar olduğu üçün deməli F2-nin də y oxu üzrə proyeksiyası 0-a bərabərdir. Biz baxacağıq F1-in y oxu üzrə proyeksiyasına, F2-nin isə x oxu üzrə proyeksiyasına. Deməli F1y bərabərdir. Başlanğıcı 4-də, son isə 8-də. 8 çıxılsın 4 bərabərdir 4. Deməli F1 qüvvəsinin y oxu üzrə proyeksiyası oldu 4. F2-nin isə x oxu üzrə proyeksiyası olacaq. Nə qədər? Başlanğıc 2-də başlayıb 8-ə qədər. Yəni 8 çıxılsın 2 bərabərdir 6. Deməli F2x bərabər oldu 6-ya, F1y bərabər oldu 4-ə. F1 və F2 qüvvələrin əvəzləyicisinin proyeksiyalarını hesablayın. Dedi ki, vektor hansı ədəd oxuna perpendikulyardırsa, həmin ədəd oxu üzrə proyeksiyası 0-a bərabər olur. F2 vektoru y oxuna perpendikulyardır. Deməli F2y bərabərdir 0. F1 vektorda x oxuna perpendikulyardır. Deməli F1x də bərabərdir 0. İndi biz baxmalıyıq nəyə? F1-in y oxu üzrə proyeksiyasına baxmalıyıq. Uşaqlar, baxın bu şəkildə. F2-nin isə x oxu üzrə proyeksiyasına baxmalıyıq. Yazacağım nə? F1 y bərabərdir. Başlanğıcı 10-da başlayıb baxın, son isə 4-dədir. Yəni son çıxılsın başlanğıc. 4 çıxılsın 10 bərabərdir -6. İndi isə F2-nin x oxu üzrə proyeksiyasına baxırıq. F2x bərabərdir. F2 burada başlayıb x oxu üzrə proyeksiyası 6-da, bitib harda 2-də. Hər zaman sondan başlanğıc çıxmaq lazımdır. 2 çıxılsın 6 bərabərdir -4. Deməli fx bərabər oldu -4-ə, fy bərabər oldu -6-ya. Kök altında Newton bölünsün kilogram vurulsun metr ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Biz buradan Newtonu aça bilərik. Elə deyim uşaqlar. Newtonun yerinə yaza bilərəm. Bərabərdir. Newtonun yerinə mən yaza bilərəm. Kilogram vurulsun metr bölünsün saniyə kvadratı bölünsün kilogram vurulsun metr. Aha. Bu ifadəni sadələşdirəcək olsaq birazca olacaq kilogram vurulsun metr bölünsün kilogram vurulsun metr. Burada olan saniyə kvadratda düşəcək kəsrin sürətinə olacaq saniyənin kvadratı. Bərabərdir. Kiloqramlar metrlər ixtisar gedir. Qalır kök altda 1 bölünsün saniyə kvadratı. Oradan da çıxır 1 bölünsün saniyə. Bu da bizə nəyi verir? Tezliyin vahidini vermiş olur. Cismə təsir edən əvəzləyici qüvvənin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Bu cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki hansıdır? Başlanğıc sürətimiz 0-dan böyükdürsə, deməli cisim əvvəlcə hərəkətə başlayan zaman x ox istiqamətində gedir. Əgər başlanğıc sürətimiz 0-dan böyükdür və cisim zaman başlanğıc anında x ox istiqamətində belə desək hərəkət edibdirsə, bu cisim necə hərəkət edib? Bərabər yeniləşən hərəkət edəcək. Çünki 0 T1 intervalında da qüvvəmiz müsbətdən sabitdir. Əvvəlcə cisim bərabər yeniləşən hərəkət edər. Daha sonra əvəzləyici qüvvəmiz 0-dır. Bu zaman baxın, burada cisim bərabər sürətlə hərəkət edər. Əvəzləyici qüvvəmiz 0-dır. Daha sonra isə qüvvə deməli mənfidən sabitdir. Mənfidən sabitsə, baxın, əvvəlcə başlanğıc sürətimiz 0-dan böyük idi. Cisim x ox istiqamətdə bərabər yeniləşən hərəkət edirdi. Qüvvəmiz də müsbət idi. Daha sonra müəyyən bir zaman sonra bərabər sürətlə hərəkət elədi. Zamanın T2, T3 anda isə bərabər yavaşlayan hərəkət elədi. Bu zaman bərabər yavaşlayan hərəkət etməsi üçün hardan bildik? Qüvvə mənfi olduğunu görə. Deməli, əvəzləyici qüvvə yönəldi x oxunun əksinə. Cisim x ox istiqamətdə artıq bərabər yavaşlayan hərəkət edir. Əvvəlcə bərabər yeniləşən, daha sonra bərabər sürətli, daha sonra isə bərabər yavaşlayan. Cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Hansı zaman intervalında cismə təsir edən qüvvələrin əvəzləyicisinin x oxu üzrə proyeksiyasının modulu ən kiçikdir. Əvəzləyici qüvvə ən kiçik olacaqsa, bu demək ki, təcil də ən kiçik olacaq. Təcil nə idi? Təcil A bərabərdir delta V bölünsün delta T.
vahid zamanda sürət dəyişməsinə, yəni delta t-ni yerinə 1 yazacaq olsaq, a nəyə bərabər olur? V-yə bərabər olur. Elə deyilmi? Vahid zamanda sürət dəyişməsinə bərabər olan. Biz baxırıq ki, deməli, baxın, 1 saniyədə sürətini 3-dən 0-a endirib, elə deyilmi? 1 saniyədə sürətini 0-dan 3-ə qaldırıb, 2-dən 3-ə zaman intervalında 1 saniyədə sürətini 3-dən 1'e indirip bura 1, bura 2, bir de saniye. Bura 1, bura 2, burada 3 deyirik. Bu növbəti 1 saniyədə sürətini 3-dən 2'ye indirib, sürət dəyişməsi olub 2. Növbəti 3-dən 4'ə 1 saniyədə, baxın, bu 1 saniyədə sürətini 1-dən 2'ye qaldırıb. Bu istiqamətdə baxırıq. Deməli, ən kiçik sürət dəyişməsi harda oldu? 3-4 intervalında oldu. Bu zaman burada təcilimiz bərabər olur 1'ə. Onun üçün də əvəzləyici qüvvəmizdə olacaq ən kiçik. Cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asılı qrafikini çəkin. Biz baxanda görürük ki, cisim necə hərəkət edib? X ox istiqamətində bərabər yavaş hərəkət edib. Yazıram, qüvvənin zamandan asılı qrafikini çəkirəm. Cisim x ox istiqamətdə bərabər yavaş hərəkət edirsə, uşaqlar, F-in T-dən asılılığını yazdıq. Aha, indi baxırıq. Sürət müsbətdir, amma yavaş hərəkət edir. Bu o demək ki, cisim x ox istiqamətində gedir, amma bərabər yavaş hərəkət edir. Bərabər yavaş hərəkət edirsə, qüvvə hərəkətin əksinə doğrudur. Elə deyilmi? Deməli, əvəzləyici qüvvəmiz olacaq mənfidən sabit. Daha sonra isə qrafikin ikinci hissəsində cisim düzxətli bərabər sürətlə hərəkət edir. Düzxətli bərabər sürətlə hərəkətdə də əvəzləyici qüvvə 0-a bərabərdir. Mənfidən sabit və 0. Cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyası zamandan asılı qrafiki hansıdır? Cismin sürəti müsbətdir və bərabər yeniləşən hərəkət edir zamanın. Deməli, 0, bura bir dənə T1 desək, burada bir dənə T2 desək. Zamanın 0 T1 intervalında cisim x ox istiqamətdə bərabər yeniləşən hərəkət edir. Deməli, təcil müsbətdir. Bunun üçün əvəzləyici qüvvə də müsbətdir. Yəni, qüvvə olacaq müsbətdən sabit. Daha sonra isə cisim bərabər sürətlə hərəkət edib T1, T2 intervalında. Bərabər sürətlə hərəkətdə də əvəzləyici qüvvəmiz nəyə bərabərdir? 0-a bərabərdir. Cavabımız olacaq A variantı. Cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyası zamandan asılı qrafikini çəkin. Deməli, zamanın 0 T1 intervalında sürət mənfidir. Deməli, cisim x oxun əksinə gedir və 0-a yaxınlaşırsa bərabər yavaşlayan hərəkət edir. X oxunun əksinə gedir. Baxın, x ox çəkirəm. 0 T1 intervalında cisim x oxun əksinə gedir. Bərabər yavaşlayan hərəkət edirsə, deməli, əvəzləyici qüvvə x ox istiqamətində də müsbətdir. T1 T2 intervalında isə cisim x ox istiqamətdə bərabər yeniləşən hərəkət edir. Deməli, əvəzləyici qüvvəmiz yenə müsbətdir. Yəni, əvəzləyici qüvvəmiz ancaq olacaq müsbətdən sabit. Yenə deyirəm, 0 T1 intervalında cisim x oxun əksinə bərabər yavaşlayan hərəkət edirsə, deməli, əvəzləyici qüvvəmiz x ox istiqamətdədir, müsbətdir. T1 T2 zaman intervalında isə cisim x ox istiqamətdə bərabər yeniləşən hərəkət etdiyi üçün yenə əvəzləyici qüvvəmiz müsbətdən sabit olur. Düzxətli hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asılı qrafiki hansıdır? Zamanın 0 burada deyirəm T1 intervalı, burada deyirəm T2 intervalı. Zamanın 0 T1 anda cisim necə hərəkət edib? X oxunun əksinə bərabər sürətli. Bu hissədə bizim əvəzləyici qüvvəmiz bərabər sürətli hərəkət olduğu üçün 0-a bərabərdir. Daha sonra, baxın, burada biz gəlin bunu T3 eləyək, bunu da eləyək T2. İndi nəyə görə? Çünki T1-dən T2-yə qədər də x oxunun əksinə bərabər yavaşlayan hərəkət eləyib, T2-dən T3-ə qədər də
x ox istiqamətdə bərabər yeyinləşən hərəkət edibdir. Əvvəlcə əvəzləyici qüvvəmizin zamandan asılılığı birinci hissəsi olacaq 0. Daha sonra T1-dən T2-yə qədər, yəni baxın bu intervalda cismin hərəkət istiqaməti x oxunun əksinə bərabər yavaşayandır. Cisim x oxunun əksinə gedir, amma bərabər yavaşayan hərəkət edirsə, deməli əvəzləyici qüvvəmiz müsbətdir. Elə deyilmi? Əvvəlcə olmuşdu 0, daha sonra isə oldu T1, T2 intervalında oldu müsbət. T2-dən T3-ə qədər də cisim x ox istiqamətdə bərabər yeyinləşən hərəkət edir ya axı. Yenə olacaq əvəzləyici qüvvəmiz müsbətdən sabit. Cavabımız olur B variantı. Euler-Venn diaqramında düz xətt boyunca hərəkət edən A və B avtomobillərinin sürətlərinin proyeksiyadan zamandan asılılıq qrafikinə uyğun ifadələri müəyyən edin. Əvvəlcə qrafiklərimizə baxaq. Görürük ki, A qrafiki x oxunun əksinə bərabər yeyinləşən hərəkət edib. Elə deyilmi? A cismi x oxunun əksinə yeyinləşən. B isə x oxunun əksinə bərabər yavaşayan hərəkət edibdir. Təsir edən əvəzləyici qüvvə hərəkət istiqamətində yönəlib. Əlbəttə ki, nə zaman olacaq? Bu hərəkət bərabər yeyinləşən olduğu üçün, x oxunun əksinə bərabər yeyinləşən hərəkət olduğu üçün əvəzləyici qüvvə hərəkət istiqamətində yönəlmiş olacaq. Təsir edən əvəzləyici qüvvə hərəkət istiqamətinin əks istiqamətində yönəlmişdir. Bu da uyğun olacaq bərabər yavaşayan hərəkətə. X oxunun əks istiqamətində hərəkət edir. Hər ikisinin sürəti sıfırdan aşağı düşərlər. Mənfi olduğu üçün, deməli, hər iki hərəkət x oxunun əks istiqamətindədir. Əvəzləyici qüvvənin proyeksiyası müsbətdir. İndi baxırıq. A cismi x oxunun əksinə gedir və bərabər yeyinləşən hərəkət edirsə, deməli, əvəzləyici qüvvəsi də x oxunun əks istiqamətindədir. Yəni, burada f əvəzləyici kiçikdir 0. B avtomobil isə x oxunun əksinə gedir. Baxın, belə x oxunun əksinə gedir. Amma yavaşayan hərəkət edirsə, deməli, əvəzləyici qüvvəsi x ox istiqamətindədir. Deməli, əvəzləyici qüvvənin proyeksiyası müsbət olacaq B avtomobil üçün. Bərabər yeyinləşən hərəkət edir A avtomobili, çünki sürət get-gedə sıfırdan uzaqlaşır. Amma B avtomobilində isə sürət get-gedə sıfıra yaxınlaşır. Bu da olur 5. 1, 5, 2, 4, 3. Sükunət vəziyyətindən hərəkətə başlayan cisimlərə təsir edən əvəzləyici qüvvələrin proyeksiyasının zamandan asılılıq qrafikləri verilib. Euler-Venn diaqramında bu hərəkətlər üçün uyğun ifadələri müəyyən edin. Sükunət vəziyyətindən dediyinə görə başlanğıc sürətimiz sıfıra bərabərdir və cisimlərin hər ikisi yerindən, belə desək, yeyinləşən hərəkət etməlidir də. Sürətləri zamana görə artmalıdır. Bunu yadımızda saxlayırıq. Daha sonra qrafika baxırıq ki, birinci cisimimizə təsir edən əvəzləyici qüvvə mənfidən sabit, ikinciyə isə təsir edən əvəzləyici qüvvə x ox istiqamətində artan. Deməli, birinci cisimimiz bərabər təcilli hərəkət edəcək. İkinci cisimimiz isə artan təcilli hərəkət edəcək. Çünki qüvvə zamana görə, baxın, get-gedə nə edir? Artır. Biz də demişdik ki, təcilin artıb azaldığını o zaman deyə bilərik ki, qüvvə zamana görə artsın və ya azalsın. İndi cisim sükunət vəziyyətindən hərəkətə başladığı üçün, baxaq biz, deməli, variantlarımıza. Bərabər təcil hərəkət edir. Qüvvə sabit qalmalıdır ki, təcil də bərabər olsun. Olur 1. Artan təcillə hərəkət edir 2. Zaman keçdikcə sürətin qiyməti artır. Yenə qayıdırıq bura. Başlanğıc sürətimiz sıfıra bərabərdir. Deməli, cisim sükunət halındadır. Sükunət halından hərəkətə başlayan cisim məcburi yeyinləşən hərəkət eləməlidir. Çünki bunun zamanın başlanğıcında heç bir sürəti yoxdur axı. Deməli, birinci cisimimiz x oxunun əksinə bərabər yeyinləşən hərəkət edir. İkinci cisimimiz isə x ox istiqamətində artan təcillə yeyinləşən hərəkət edir. Yəni, belə desək, sonda belə başa düşürük ki, hər iki cismin sürəti zaman keçdikcə nə eləyir? Artır. X ox istiqamətində hərəkət edir birinci cisimimiz. Olur 4. X oxunun əksinə hərəkət edir 1. 1, 5, 2, 4, 3.
Sükunət vəziyyətindən hərəkətə başlayan cisimlərə təsir edən əvəzləyici qüvvələrin proyeksiyasının zamanından asılılıq qrafiki verilib. Euler-Venn diaqramında bu hərəkətlər üçün uyğun ifadələri müəyyən edin. Sükunət vəziyyətindən dediyi üçün yenə bizim başlanğıc sürətimiz bərabərdir 0-a. Cisim yerindən başladığı andan etibarən sürətini artırmağa çalışacaq. Yəni artırmağa doğru gedəcək. İndi bərabər təcillimi, yəni bərabər yeniləşən hərəkətmi olar? Artan təcil və yaxud da azalan təcillə yeniləşən hərəkətmi olar? Onları artıq qrafikimizdən tapacaq. Burada görürük ki, əvəzləyici qüvvəmiz müsbətdən sabit, deməli burada təcil sabitdir. Burada isə əvəzləyici qüvvə x oxunun əksinə artan istiqamətdədir. Yəni sükunət vəziyyətindən başlayıb cisim x oxunun əksi istiqamətində artan təcillə yeniləşən hərəkət edir. Amma birinci cisimimiz x oxu istiqamətində bərabər yeniləşən hərəkət edir. Artan təcil ayrıdır, bərabər yeniləşən, bərabər yavaşlayan hərəkət isə bərabər təcil hərəkətin növüdür. Bərabər təcil hərəkətdir 1. Artan təcillə hərəkət edir 2. Zaman keçdikcə sürəti artır. Dedik, sükunət vəziyyətindən başladığı üçün sürəti zaman keçdikcə artmalıdır. Ən birinci qeyd eləmişik. Olacaq 3. X ox istiqamətində hərəkətdir 1. Baxırıq ki, qüvvəmiz müsbətdən sabitdir. X oxun əksi istiqamətində hərəkətdir 5 də olacaq ikinciyə. Çünki sükunət vəziyyətindən başlayıb və x oxunun əksinə artan təcillə yeniləşən hərəkət etmişdir. 1, 4, 2, 5, 3. Sükunət vəziyyətindən hərəkətə başlayan cisimlərə təsir edən əvəzləyici qüvvələrin proyeksiyalarının zamandan asılılıq qrafiki verilib. Euler-Venn diaqramında bu hərəkətlər üçün uyğun bəndləri müəyyən edin. Yenə sükunət vəziyyətindən dediyi üçün V0 bərabərdir 0 yazırıq və yadda saxlayırıq ki, əgər bu cisimlər sükunət vəziyyətindən başlayıbsa, zamanın ilk bir neçə saniyə müddətində bu cisimlərin sürəti artmalıdır. Bu bərabər yeniləşən hərəkət də ola bilər, artan təcillə yeniləşən hərəkət də ola bilər, azalan təcillə də yeniləşən hərəkət ola bilər. Əsas odur ki, cisimlər sükunət vəziyyətindən hərəkətə başlayırsa, deməli bunlar yerində dayanmışdır, düzdür? Başlanğıc sürəti 0 idi. İndi hərəkətə başlayanda deməli bir neçə saniyə müddətində bunların sürəti artır və zamanın ilk anlarında cisimlərin sürəti zamana görə artmış qəbul olunur. Və birinci cisimimizə təsir edən əvəzləyici qüvvəni görür ki, zamana görə artır. Baxın, artır. Deməli, bu artan təcillidir. İkinci isə zamana görə azalır. Yəni, get-gedə qrafik sıfıra yaxınlaşdığı üçün olur azalan təcilli. Artan təcil hərəkətdir 1, azalan təcil hərəkətdir 2. Verilmiş zaman müddətində sürətin qiyməti artır. Bu hər ikisinə uyğun gələcək. Çünki hər iki cisim sükunət halından hərəkətə başlayıb. X oxu istiqamətində hərəkətdir. Baxanda görünür birinci qrafikimiz 4 olacaq bura. Verilmiş zaman müddətində X oxun əksi istiqamətində hərəkətdir. Bu da olacaq ikinciyə. 1, 4, 2, 5, 3. Düz xətli hərəkət edən iki cisimin koordinatın zamandan asılılıq qrafiklərinə görə Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Əvəzləyici qüvvə hərəkət istiqamətində yönəlib. Birinci qrafikimiz bərabər yeniləşən, ikinci isə bərabər yavaşlayan hərəkətdir. Əvəzləyici qüvvə hərəkət istiqamətində yönəlibsə, deməli bərabər yeniləşən hərəkətdir. Əvəzləyici qüvvə hərəkət istiqamətinin əksinə yönəlib, bərabər yavaşlayan hərəkətdir. Hərəkət verilmiş müddətdə x oxu boyunca baş verib, hər ikisi x oxu boyuncadır. Uşaqlar, x oxunun əksinə qrafiklərimiz belə bu şəkildə olurdu. Və ya x oxunun əksinə yavaşlayan olsaydılar, bu şəkildə olardı. Aha. Biri x ox istiqamətdə yeniləşən, digəri isə x ox istiqamətdə yavaşlayan hərəkət edib. Elə deyilmi? 3 uyğun olur hər ikisinə. Bərabər yeniləşən hərəkət edir birinci cisimimiz. Hərəkət verilmiş müddətdə bərabər yavaşlayandır. Bu da uyğun gəlir ikinci cismə. 1, 4, 3, 2, 5, 3. Düzxətli hərəkət edən cisimlərin sürətlərinin proyeksiyasının zamandan asılılıq grafikinə görə Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Birinci cisimimiz x ox istiqamətdə bərabər yavaşlayan hərəkət edir. İkinci cisimimiz isə x ox istiqamətdə bərabər yeniləşən hərəkət edir. Əvəzləyici qüvvə hərəkət istiqamətində nə zaman yönəlirdi? Cisim bərabər yeniləşən hərəkət etdikdə bir uyğun olur bura. Əvəzləyici qüvvə hərəkət istiqamətinin əksinə yönəlmişdir. 2 uyğun olur bura.
Hərəkət verilmiş müddətdə x oxu boyunca baş verir hər ikisi üçün. Çünki surətin qiyməti müsbət uşaqlar. Baxın, hər ikisi sıfırdan yuxarıdadır. Əgər surətin qiyməti müsbət olarsa da bu cisim x oxu boyunca hərəkət edir. Birinci cisimimiz x oxu istiqamətdə yavaşlayan hərəkət edir. İkinci cisimimiz isə x oxu istiqamətdə bərabər yeniləşən hərəkət edir. 3 uyğun olur hər ikisinə. Bərabər yeniləşən hərəkət edir. Qrafika baxanda gördük ki, ikinci cisimimizdir. Hərəkət verilmiş müddətdə bərabər yavaşlandır. Bu da uyğun gəlir birinci cisimə. 2, 5, 1, 4, 3. Euler-Venn diaqramında hərəkət istiqamətləri göstərilmiş cisimlər üçün uyğun bəndləri müəyyən edin. Hər iki halda cisimə təsir edən əvəzləyici qüvvə sabitdir. Uşaqlar, biz x oxunu burada görürük. Birinci cisim sağa doğru gedir, amma əvəzləyici qüvvəsi sola doğrudur. Deməli, təcil də sola doğru yönəlmişdir. İkinci cisimimiz x ox istiqamətində gedir. Əvəzləyici qüvvəsi x ox istiqamətində olduğu üçün deməli, təcil də x ox istiqamətindədir. Bunları özümüz tapdıq. X ox istiqamətdə bərabər yeniləşən hərəkət edir. İkinci cisim. X oxu istiqamətində bərabər yavaşlayan hərəkət edir. Təcil əvəzləyici qüvvə sola, sürət isə sağa yönəlib. Birinci cisimimizdə 2 də uyğun olur bura. Bərabər təcil hərəkətdir. Bərabər yeniləşəndə, bərabər yavaşanda hər ikisi bərabər təcil hərəkətin növüdür. Və bizə şərtdə deyir ki, əvəzləyici qüvvəmiz hər iki halda sabitdir. Deməli, 3 uyğun olur hər ikisinə. Sürət və təcilin istiqaməti eynidir. Nə zaman eyni oldu? İkinci cisim bərabər yeniləşən hərəkət etdiyini müşahidə etdik. Uyğun olacaq bura. Sürət və təcilin istiqaməti əksdir. Bunu da qeyd etdik. 5 də olacaq bura. 2, 5, 1, 4, 3. Euler-Venn diaqramında hərəkət istiqamətləri göstərilmiş cisimlər üçün uyğun bəndləri müəyyən edin. Hər iki halda cisimə təsir edən əvəzləyici qüvvə sabitdir. X oxu sağa doğru yönəlib görürük ki, sürət və əvəzləyici qüvvə isə sola doğru. Əvəzləyici qüvvə sola doğrudursa, deməli uşaqlar hərəkətin təcili də sola doğru yönəlib. Burada x oxu yenə sağa doğrudur zaten bildik. Sürət sağa doğru olduğunu gördük. Əvəzləyici qüvvə sağa doğrudursa, deməli təcil də sağa doğrudur. Buradan elə özümüz birbaşa nə müşahidə edə bilərik? Müşahidə edə bilərik ki, birinci cisim x oxunun əksinə bərabər yeniləşən, ikinci cisim isə x ox istiqamətdə bərabər yeniləşən hərəkət edir. Birinci şərtimizdə deyir ki, x oxunun istiqamətində bərabər yeniləşən hərəkət edir ikinci cisim. X oxunun əksinə bərabər yeniləşən hərəkət edir ikinci cisim. Sürət və təcil vektorları təcilin yəni istiqaməti eynidir hər ikisində. Hər ikisi bərabər yeniləşən hərəkətdir. Bir x oxunun əksinə, digər isə x ox istiqamətdə. Bu 3 uyğun olur hər ikisinə. Təcilin istiqaməti x oxu istiqamətindədir. İkincidə 4 uyğun olur bura. Təcilin istiqaməti x oxunun əksi istiqamətindədir. 5 də uyğun olur bura. 2, 5, 1, 4, 3. Deməli, qarşı-qarşıya hərəkət edən iki kürə toqquşur. Kürələrin bir-birləri qarşılıqlı təsir qüvvələrinin və onların aldıqları təcillərin modulları arasındakı hansı münasibət doğrudur? Biz Newtonun 3-cü qanunundan bildik ki, F1 bərabərdir mənfi F2. Deməli, qarşılıqlı təsir qüvvələri bir-birinə F1 bərabər olacaq F2. Bunlar bir-birinə bərabərdir. Təcil isə kütlədən tərs mütənasib asılıdır. A bərabərdir F əvəzləyici bölünsün M. Elə deyilmi? İndi burada nə yazacaq? A1 bölünsün A2 bərabərdir M2 bölünsün M1. A1 bölünsün A2 də bərabərdir. M2 nə qədərdir? Deməli 2M'dir. M1 də M'dir. Buradan da ixtisar gedir. Qalır 2. Tənasibi vurub açacaq olsaq A1 bərabər olur 2A2-yə. Qüvvələr bərabərdir. A1 də 2A2-yə bərabərdir. Üfüqi səthi üzrə sürtünməsiz hərəkət edən 25 kiloqram kütləli cismə sürət vektoru ilə 60 dərəcəli bucaq əmələ gətirən istiqamətdə 200 Newton qüvvə təsir edir. Cismin təcilinin proyeksiyasını hesablayın. Baxaq buraya uşaqlar.
Deməli, aşağı belə bir dənə masa təsəvvür eləyək və bunun üzərində də bu şəkildə bir 25 kiloqramlıq bizim bir cisimimiz var. Və bu cisimə təsir edən əvəzləyici qüvvə, üfüqlə deməli neçə dərəcəli bucaq əmələ gətirir? 60 dərəcəli bucaq əmələ gətirərək F bərabərdir 200 Newton qüvvə ilə bu cismi dartır. İndi biz bilməliyik ki, uşaqlar, bu qüvvənin Y oxu üzrə proyeksiyası FY bərabərdir F sinus alfadır. X oxu üzrə proyeksiyası Fx də bərabərdir F kosinus alfadır. Bunu qısa olaraq bu şəkildə yadınızda saxlaya bilərsiniz. İndi bizə nə lazımdır? Bizə lazım olan cismi irəliyə doğru aparan qüvvədir. Elə deyilmi? Yəni qüvvənin hansı oxu üzrə proyeksiyası? Fx oxu üzrə proyeksiyası. Newtonun ikinci qanunu əsasən cismin təcili hansı düsturundan tapılır? A bərabərdir F əvəzləyici bölünsün M. Burada indi cismi irəliyə doğru aparan qüvvə hansıdır? Qüvvənin x oxu üzrə proyeksiyası. Yəni F əvəzləyicinin yerinə nə yazacağam? F kosinus alfa bölünsün M bərabərdir. F'i bizə verib 200 vurulsun. Kosinus alfa 60'da alır 2'də 1 bölünsün. M'i də verib 25 bərabərdir. 200 bölünsün 25 vurulsun 2 bərabər olacaq 4 metr bölünsün saniyə kvadratına. Kütlələri M1 bərabərdir M, M2 bərabərdir M olan iki maddi nöqtənin radiusları R1 bərabərdir R və R2 bərabərdir R olan çevrələr üzrə modulca eyni sürətlə hərəkət edirlər. Maddi nöqtələrə təsir edən əvəzləyici qüvvələri müqayisə edin. Bizə şərtdə deyir ki, eyni sürətlə hərəkət edir. Biz əvvəlcə qüvvəmizin düsturunu yazarıq. F bərabərdir MA bərabərdir M vurulsun və A-nın yerinə yazacağım. V kvadratı bölünsün R. Buradan biz görürük ki, F M-dən düz, R-dən isə tərs mütənasib asılıdır. Yəni yazacağıq ki, biz buradan F1 bölünsün F2 bərabərdir M1 bölünsün M2 vurulsun R2 bölünsün R1 bərabərdir. M1'i verib M qədər, R2'ni verib 2R qədər, M2'ni verib 2M, R1'i də verib R qədər. Buradan R'lər, M'lər, 2'lər hamısı ixtisar gedir, yerdə qalır 1. Deməli, tənasibi vurub açanda olacaq F2 bərabərdir F1. Şəkildə verilən 5 qüvvənin əvəzləyicisinin modulunu hesablayın. Baxırıq deməli burada nə? Uşaqlar, biz vektorların toplanma qaydasını bilirdik, elə deyilmi? Birinin sonunu digərinin başlanğıcı ilə birləşdirirdik. Baxın, bu vektorun sonunu bu vektorun başlanğıcı ilə birləşibdir. Yəni F1 və F4 vektorlarının əvəzləyicisi bu zaman bizə nəyi verir? Bu 25'i vermiş olur. Düzdür? Deməli bu 10 və 20 Newton qüvvənin əvəzləyicisi bir dənə 25'dir. Bu vektorun özü çünki 25'e bərabərsə bu da 25'dir. Daha sonra F3 vektorunun sonu F2 vektorunun başlanğıcı ilə birləşibdir. Yenə bunların əvəzləyicisi olurmu bu istiqamətdə? Bu da olur yenə neçə Newton? 25 Newton. Bəs bir dənə də verilən bu 25 Newtonumuzun özü vardı. Elə deyilmi? Yenə deyirəm. F1 və F4'ün əvəzləyicisi bir dənə 25'dir. F3 və F2'nin əvəzləyicisi yenə bir dənə 25'dir. Uşaqlar. Bəs bir dənə də 25 Newton olan F5 vektoru var axı. Çünki şəkildə bizə neçə qüvvə deyibdir? 5 qüvvə deyibdir. Bu zaman olacaq 25 üstə gəlinsin 25 üstə gəlinsin 25 bərabərdir 75 Newton. Təsvir olunmuş qüvvələrin əvəzləyicisinin modulunu hesablayın. Əvvəlcə asandan çətinə doğru gedirik.
Baxırıq ki, F1 qüvvəsi yuxarıya doğru 5, aşağıya doğru F4 qüvvəsi 8 Newtondur. 8-dən 5-ini çıxacağım. Bu zaman aşağıya doğru qalacaq neçə Newton? 3 Newton qüvvə qalacaq. 7 sola, 11 sağa. Əks istiqamətdə yönəldiyi üçün 11-dən 7-sini çıxacağım. Qalacaq sağa doğru 4 Newton. 3 və 4 Newton da bir-birinə necə yönəlib? Deməli, perpendikulyar istiqamətdə. Perpendikulyar da yönələndə F əvəzləyici bərabər olurdu. Nəyə? Kök adda F1-in kvadratı üstə gəlsin, F2-nin kvadratı bərabərdir. Kök adda 3-ün kvadratı plus 4-ün kvadratı, o da bərabər olacaq 5 Newtona. Kök adda 25 eləyir, ondan da 5 çıxır. Cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki hansıdır? Deməli, əvvəlcə qüvvəmiz mənfidən sabitsə, deməli cisimimiz bərabər yavaşan hərəkət etməlidir. Çünki deməli, sürətin zamandan asıllığında hamısında görür ki, sürətin qiyməti variantların hamısında müsbətdir. Elə deyilmi? Qüvvə də mənfidirsə, deməli, cismə təsir edən qüvvə hərəkətin əks istiqamətindədir. Daha sonra isə T1, T2 intervalındadır. Əvəzləyici qüvvə sıfıra bərabərsə, deməli cisim burada bərabər sürətlə hərəkət edir. Bu da uyğun gəlir B variantına. Əvvəlcə x istiqamətdə bərabər yavaşlayan, daha sonra isə bərabər sürətli. Arabacığın başlanğıc sürət vektorunun ona təsir edən qüvvələrin əvəzləyicisinin və x oxunun istiqamətləri göstərilmişdir. Arabacığın yer dəyişməsinin proyeksiyasının zamandan asılılıq qrafiki hansıdır? Deməli, x oxu sağa doğrudur. Əvəzləyici qüvvə sağa doğrusa, deməli təcillə sağa doğrudur. Başlanğıc sürətimiz isə sola doğrudur. Yəni x oxunun əksin istiqamətindədir. Elə deyilmi? Və bu o demək ki, cismin hərəkət istiqaməti x oxunun əksidir. Cisim x oxunun əksi istiqamətində gedir. Təcil isə sürətlə fikir versək, görürük ki, əks istiqamətdə. Deməli, cisim x oxunun əksi istiqamətində bərabər yavaşlayan hərəkət edir. Arabacığın başlanğıc sürət vektorunun ona təsir edən qüvvələrin əvəzləyicisinin və x oxunun istiqamətləri göstərilmişdir. Arabacığın yer dəyişməsinin proyeksiyasının zamandan asılılıq qrafiki hansıdır? Deməli, burada biz baxırıq nəyə? X oxu yenə sağa doğrudur. Başlanğıc sürətimiz sağa doğru. Deməli, hərəkət x oxu istiqamətindədir. Əvəzləyici qüvvəmiz sola doğru olduğu üçün biz deyə bilərik ki, təcil də sola doğrudur. Və buradan görsənir ki, təcil və sürət vektorları əks istiqamətdə olduğu üçün cisim bərabər yavaşlayan hərəkət edir. Amma hansı istiqamətdə? X ox istiqamətdə bərabər yavaşlayan hərəkət edir. Çünki başlanğıc sürətimiz x ox istiqamətdə yönəlib. Cavabımız olur B variantı. Arabacığın başlanğıc sürət vektorunun ona təsir edən qüvvələrin əvəzləyicisinin və x oxunun istiqamətləri verilmişdir. Arabacığın sürətinin proyeksiyasının zamanla asılılıq qrafiki hansıdır? Başlanğıc sürətimiz də x oxunun əksinə yönəlib, əvəzləyici qüvvəmiz də x oxunun əksinə yönəlib, deməli təcilimiz də x oxunun əks istiqamətindədir. Buradan görsənir ki, cisim x oxunun əks istiqamətində bərabər yeniləşən hərəkət edir. Yəni sürət mənfidir və sıfırdan uzaqlaşır. R radiuslu polad kürəyə F qüvvəsi müəyyən təcil verir. R bölünsün 2 radiuslu polad kürəyə hansı qüvvə həmin təcili verər? Uşaqlar, həmişə kürə görən kimi kürənin həcm düsturunu yadımıza salırıq. Daha sonra yazırıq F bərabərdir M-a. M-in yerinə nə yaza bilərik? Rho V vurulsun A bərabərdir. Rho vurulsun A-nı saxlayıram burada. V-nin yerinə yazıram 3-də 4 pi R-in kubu. Mən buradan görürəm ki, F kürənin radiusundan necə asıldır? Kubik düz mütənasib asıldır. Əgər radius 2 dəfə azalarsa, əvvəlcə R idi də, düzdür. Radius 2 dəfə azalarsa, radiusun 2 dəfə azalması qüvvənin 2-nin kubu, yəni 8 dəfə azalması deməkdir. Yəni cavabımız olacaq F bölünsün 8. Və ya yaza bilərsiniz ki, F1 bölünsün F2 bərabərdir. R1-in kubu bölünsün R2-nin kubu. Bu tənasübdən də hesablasaq, yenə F2 F bölünsün 8-ə bərabər olacaq. 2 bölünsün 8-ə bərabər olacaq.
R radiuslu polad kürəyə F qüvvəsi müəyyən təcil verir. 2R radiuslu polad kürəyə hansı qüvvə həmin təcili verər? Yenidən yazırıq əvəzləyici qüvvəmizin düsturunu. F əvəzləyici bərabərdir MA bərabərdir Rho VA. Daha sonra isə Rho'nun A'nı qarşıya çıxardıram. 3/4 pi R'in kubu. Kürənin həcm düsturunu yazıram. Yenə görürük ki, əvəzləyici qüvvəmiz radiusdan, kürənin radiusdan necə asıldır? Kubik düz mütənasib asıldır. Radius R idi, oldu 2R. Radius 2 dəfə artanda, radiusun 2 dəfə artması F'in 8 dəfə artması deməkdir. Çünki 2'nin kubu neçə eləyəcək? 8 etmiş olacaq. Və ya digər məsələdə dediyimiz kimi yaza bilərsiniz ki, F1 bölünsün F2 bərabərdir R1'in kubu bölünsün R2'nin kubu. Bu tənasübdən də yazsaz yenə cavabımız 8F olmuş olacaq. Arabacığın başlanğıc sürət vektorunun ona təsir edən qüvvələrin əvəzləyicisinin və x oxunun istiqamətləri göstərilmişdir. Arabacığın sürətinin proyeksiyasının zamanından asılı qrafiki hansıdır? Başlanğıc sürətimiz x oxunun əksinədir. Əvəzləyici qüvvəmiz x ox istiqamətdədirsə, deməli təcilimiz də x oxu istiqamətindədir. Təcil və sürət əks istiqamətdə olduğu üçün cisim bərabər yavaşlayan hərəkət edir. Amma hansı istiqamətdə? X oxun əksi istiqamətdə. X oxun əksi istiqamətdədirsə, deməli sürətin işarəsi mənfi olacaq və bərabər yavaşlayan hərəkət edirsə də, deməli get-gedə sıfıra yaxınlaşacaq. Birinci halda cismin təcili 2 metr/saniyə kvadratı, ikinci halda isə 3 metr/saniyə kvadratdır. Cisimlərin kütlələrinin M2/M1 nisbətini hesablanır. Sürtünmə qüvvəsi nəzərə alınır. Uşaqlar, M1 10'dur, A1 neçədir? Daha doğrusu F1 10'dur, A1 də 2'dir. Mən nə edə bilərəm? Buradan yazacağım ki, A1 bərabərdir F1 bölünsün M1. Düz. İndi mən buradan M1'i tapacağım. Olacaq M1 bərabərdir F1 bölünsün A1 bərabərdir 10 bölünsün 2 bərabər olacaq 5'e. Daha sonra indi 10 Newton qüvvə M1 kütləli cismi çəkirdi. Amma 24 Newton qüvvə isə M1'i də çəkir, M2'ni də çəkir və bu sistemin təcili nə qədərdir? 3'dür. Elə deyilmi? Yəni A2 bərabər olacaq F2 bölünsün M1 plus M2. Bunu fərqli rənglə yazaq. Qatmayasız bir-birinə. A2 bərabər olacaq. Deməli F2 bölünsün M1 plus M2. Yəni 24 axı hər ikisini çəkir. Elə deyil. İndi təcili verib 3. 3 bərabərdir 24 bölünsün. M1'i tapmışdıq. Neçə? 5. Yuxarıda tapmışdıq. Baxın. Burada artıq gətirib burada yerinə qoymalıyıq da 5. Üstə gəlinsin M2. Tənasibi vurub açaq. 15 üstə gəlinsin 3 M2 bərabərdir 24. 3 M2 bərabərdir 15'dən 24'ün çıxanda qalacaq 9. M2 də bərabərdir 3. Aha. İndi biz M1'i tapdıq 5. M2'ni tapdıq 3. Bizdə də deyir ki, M2 bölünsün M1 nisbətini. Yəni olacaq 3 bölünsün 5. Cismə təsir edən F1, F2 və F3 qüvvələrin əvəzləyicisinin modulunu hesablayın. Uşaqlar, biz bilirik ki, F1 və F2 bir-birinə necə yönəlib? Perpendikulyar yönəlib, şərtdə də öz göstərir. Deməli, bunların əvəzləyicisi baxın, bu istiqamətdə olmuş olur. F1 və F2 bir-birinə necə yönəlib? Perpendikulyar. Bunların da dediyimiz kimi əvəzləyicisi var. Yəni üst-üstə düşməmək üçün bu istiqamətdə belə çəkirəm. F1 və F2'nin əvəzləyicisi bu istiqamətdədir. Bunlar bir-birinə perpendikulyar yöneldiyinə görə F1 F2'nin əvəzləyicisi bərabərdir. Kök altda F1'in kvadratı üstə gəlinsin F2'nin kvadratı. Bu da bərabərdir. 6'nın kvadratı üstə gəlinsin 6'nın kvadratı bərabər eləyəcək. 36, 36 üstə 6 gələndə neçə eləyəcək? 36 gələndə 72 edəcək kök altında. 72. Biz də bunu kök altında nə yaza bilərik? 36 vurulsun 2. Buradan da kök altından çıxar 6 kökdə 2. Aha. Baxın
Bu iki vektorun əvəzləyicisi 6/2 qədərdirsə, uşaqlar, deməli f3 vektorda nə qədər olmalıdır? Buna bərabər olmalıdır. 6/2 olmalıdır. Və bunlar necə yönəlib? Eyni istiqamətdə yönəlib. Bu zaman əvəzləyici qüvvəmiz bərabər olacaq. F1 üstə gəlinsin, F2 kimi yazacağım da. Yəni yazacağım 6/2 üstə gəlinsin 6/2. Bu da bərabər olacaq. Deməli 12/2. Düzxətli hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyası üçün aşağıdakı ifadələrdən hansı doğrudur? Birinci hissədə cisim düzxətli bərabər sürətlə hərəkət edib, deməli əvəzləyici qüvvəmiz 0-a bərabərdir. İkinci hissədə cisim bərabər yavaşan hərəkət edib və x ox istiqamətdə. Çünki sürət müsbətdir. Cisim bərabər yavaşan hərəkət edirsə, deməli əvəzləyici qüvvə və təcil mənfidir. Bu zaman F2 kiçikdir 0 olacaq. Üçüncü hissədə də yenə cisim düzxətli bərabər sürətlə hərəkət etdiyi üçün əvəzləyici qüvvə 0-a bərabər olmuş olacaq. Deməli F1 bərabərdir, F3 o da bərabərdir 0. Bir də F2 də kiçikdir 0. Cavabımız olur 1 və 3. Düzxətli hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyası üçün aşağıdakı ifadələrdən hansı doğrudur? Birinci hissədə cisim düzxətli bərabər sürətlə hərəkət edib, əvəzləyici qüvvə 0-a bərabərdir. Üçüncü hissədə cisim düzxətli bərabər sürətlə hərəkət edib, əvəzləyici qüvvə 0-a bərabərdir. İkinci hissədə isə, uşaqlar, cisim x ox istiqamətdə bərabər yeniləşən hərəkət edib, deməli əvəzləyici qüvvəmiz 0-dan böyükdür. F1 ilə F3 0-a bərabərdir, F2 də 0-dan böyükdür. Kütləsi 4 kiloqram olan cismin sürətinin modunun zamanla asılılıq qrafikinə əsasən cismə təsir edən əvəzləyici qüvvəni hesablayın. Cavabı Newtonla hesablayın. Başlanğıc sürətimiz 0-a bərabərdir uşaqlar. Qüvvəsi düsturla tapılır. F bərabərdir MA. Elə deyilmi? Bu zaman M vurulsun. V0 qrafikdən baxanda görürük ki 0-a bərabər dedik. A-nı yerinə yaza bilərəm. V bölünsün T bərabərdir. 4 vurulsun 4 bölünsün 5 bərabər olacaq nəyə? 16 bölünsün 5. Bu da bərabər olacaq. 16-nı 5-ə böləndə düşər 3. 1 qalar. Birdən də tam ayırarıq. Olar neçə? 3,2. Cavabımız oldu 3,2 Newton. Kütləsi 3 kiloqram olan cismin sürətinin modunun zamandan asılılıq qrafikinə əsasən cismə təsir edən əvəzləyici qüvvəni hesablayın. F bərabərdir MA bərabərdir M vurulsun V bölünsün T. Başlanğıc sürətimiz 0-a bərabər. Təcilin də yerinə V bölünsün T yazıram. 3 vurulsun. Təcil neçədir? Daha doğrusu sürət. Sürətimiz 2-dir. Zamanımız da 4-dür. Bərabərdir. 6 bölünsün 4. 6-nı da 4-ə böləndə düşəcək. 1,5 Newton. Kütləsi 2 kiloqram olan cismin təcilini hesablayın. Əvvəlcə biz əvəzləyici qüvvəmizi tapmalıyıq uşaqlar. Qüvvələr əks istiqamətdə yönəldiyi üçün çıxmaq lazımdır. Elə deyilmi? F2 çıxılsın F1 bərabərdir. 8 çıxılsın 3. Qalacaq 5 Newton. Əvəzləyici qüvvəni tapdıqdan sonra isə artıq təcili tapmaq rahatdır. A bərabərdir. F əvəzləyici bölünsün M. 5 bölünsün 2 bərabərdir. 2,5 metr bölünsün saniyə kvadrat. Kütləsi 2 kiloqram olan cismin təcilini hesablayın. Əvvəlcə əvəzləyici qüvvəni tapmaq lazım uşaqlar. F əvəzləyici bərabərdir. Eyni istiqamətdə yönəldiyi üçün F1 plus F2 bərabərdir. 10 plus 8 olacaq 18 Newton. Daha sonra isə A bərabərdir. F bölünsün M. Yəni F əvəzləyici bölünsün M. 18 bölünsün 2 bərabər olacaq 9 metr bölünsün saniyə kvadratına. Cismə tətbiq olunmuş 2F və F qüvvələrinin birlikdə bu cismə verə biləcəyi ən böyük təcil A1. Ən kiçik təcil isə A2-dirsə A1 bölünsün A2 nisbətini tapın. Uşaqlar, 2F və F qüvvəsi cismə nə zaman ən böyük təcil verə bilər? Əlbəttə ki, eyni istiqamətdə yönəldikdə. Elə deyilmi? Eyni istiqamətdə qüvvələr yönəldikdə, baxın, deməli,
F və 2F eyni istiqamətdə yönəldikdə bu zaman A1 bərabər olur. F əvəzləyici bölünsün M yazacaq olsam nə olacaq? F ilə 2F-in cəmi eləyəcək 3F bölünsün M. Amma bunlar əks istiqamətdə yönələndə də nə edir? Ən kiçik təcili verər cismə. Yəni F qüvvəsi bu istiqamətdə, 2F qüvvəsi də bu istiqamətdə. Bu zaman A bərabərdir. F əvəzləyici bölünsün M yazacaq olsaq nə olacaq? 2F-dən F-i çıxacanda əvəzləyici qüvvəni tapmaq üçün, elə deyilmi? Olacaq F bölünsün M. İndi bizə deyir ki, A1 bölünsün A2 nisbətini hesablayın. A1 oldu 3F bölünsün M. A2 oldu nə? F bölünsün M. İndi yazacağım ki, deməli A1 bölünsün A2 bərabərdir. 3F bölünsün M bölünsün F bölünsün M. Bu da bərabərdir. F'lər M'lər də ixtisar gedər. Qalar 3. Cismə tətbiq olunmuş 3F və F qüvvələrinin birlikdə bu cismə verə biləcəyi ən böyük təcil A1, ən kiçik təcil isə A2-dir. A1 bölünsün A2 nisbətini hesablayın. Gəlin hesablayaq. Dedi ki, bu qüvvələr eyni istiqamətdə yönələ bilərlər. Yəni 3F və F eyni istiqamətdə yönələr. Bu zaman əvəzləyici qüvvəmiz olacaq F1 plus F2, o da bərabərdir 4F-ə. Düzdür? Bir də yönələcək əks istiqamətdə. Yəni F bu istiqamətdə fərz edək ki, 3F də bu istiqamətdə. Bu zaman əvəzləyici qüvvəmiz olacaq 2F. Əks istiqamətdə qüvvələr çıxılır. Düzdür? Daha sonra təcil taparam. A1 bərabərdir. F1 bölünsün M bərabərdir 4F bölünsün M. A2 bərabərdir. F2 bölünsün M bərabərdir 2F bölünsün M. A1 bölünsün A2 nisbətində tapacaq olsaq 4F bölünsün M bölünsün 2F bölünsün M. Bu da bərabər olacaq 2-yə. Yəni, şöyle yadda saxlamaq lazımdır ki, qüvvələr eyni istiqamətdə olanda cismə ən böyük təcili verir. Əks istiqamətdə olanda isə cismə ən kiçik təcili verir. Ona görə də cavabımız olacaq. Qüvvələrin əvəzləyicisinin modulunu hesablayın. Cavabı newtonla ifadə edin. Deməli, biz əvvəlcə burada F1 və F2 qüvvələrin X və Y oxlar üzrə proyeksiyasını tapıb əvəzləyicisini tapmalıyıq. Çox asandır. Baxın, F1'in bura bir dənə Y oxu yazıram, burada bir dənə X oxu yazıram. F1'in X oxunun əksi istiqamətində proyeksiyası 1 Newtondur. Baxın, 2-dən 1-ə gedib bu şəkildə. F1'in Y oxu üzrə proyeksiyası isə 1-dən gedib hara? 4-ə. Deməli, bu neçə Newtondur? 3 Newtonlu yuxarıdır. İndi baxırıq F2-yə. F2'nin X oxu üzrə proyeksiyası 1 Newton sağadır. Baxın, burada sağa 2-dən 3-ə gedib. F2. F2'nin Y oxu üzrə proyeksiyası yenə 3 Newtondur. Çünki F2'nin başlanğıcı 1-də, sonu isə 4-də bitib. Elə deyilmi? 3 Newton yuxarıdır. İndi baxın, 1 Newton sola, 1 Newton sağa. Bunlar oldu 0, əks istiqamətdə çıxılanda qaldı 0. 2 dənə yuxarıya nəyimiz qaldı? 3 Newtonumuz qaldı. Yəni F əvəzləyici bərabərdir. 3 plus 3 olacaq 6 Newton. 79 da eyni oxşarıdır. F1 və F2 qüvvələrin əvəzləyicisinin modulunu hesablayın. Baxırıq nəyə? Şöyle F1'in Y oxu üzrə proyeksiyası bir damadır. Yuxarıya doğru. Baxın, 2-dən 3-ə gedib də. Bax, belə. Y oxu üzrə proyeksiyası F1'in 1 Newton yuxarıdır. F1'in X oxu üzrə proyeksiyası isə baxın, bu qədərdir. 1-dən 3-ə gedib. F1 1-dən 3-ə gedib. 3 Newton deməli sağa doğrudur. F1 3 Newton sağa doğru. F1'in Y və X oxu üzrə proyeksiyalarına baxdıq. İndi baxaq F2'nin Y və X oxlar üzrə proyeksiyalarına. F2'nin Y oxu üzrə proyeksiyası bir dama aşağıdır.
Yəni 2-dən 1-ə gedir də. Baxın bu şəkildə. Aha. 1 Newton aşağıdır. F2'nin Y oxucura proyeksiyası. F2'nin X oxucura proyeksiyası isə 1-dən 4-ə getdiyi üçün 3 dama deməli nə oldu? Sağa doğru olmuş oldu. Bu da olacaq. Yuxarı 1 Newton, aşağı 1 Newton. Bunlar getdi oldu 0. Sağa 2 dənə 3 Newton. F əvəzləyici bərabərdir. 3 üstə gəlirsin 3 bərabərdir 6 Newton. Düz xəttli hərəkət edən 4 kiloqram kütləli cismin koordinatın zamandan asılılıq qrafiki verilmişdir. Cisim ilk 2 saniyə müddətində bu cisimə təsir edən qüvvələrin əvəzləyicisinin modulunu hesablayın. Cavabı Newtonla ifadə edin. Aha. Necə yazarıq biz bunu? Biz koordinatın belə bir tənliyini bilirik. X bərabərdir AT kvadrat bölünsün 2. Buradan A-nı tapacağım. A bərabərdir 2x bölünsün T kvadratı. Yəni 2 vurulsun 10 bölünsün 2'nin kvadratı. 20 bölünsün 4 olacaq 5. Daha sonra isə F bərabərdir M-a. Kütləni 4 verib, təcili də 5 tapdıq. Cavabımız oldu 20 Newton. X oxu istiqamətində düz xəttli hərəkət edən cisimlərə təsir edən əvəzləyici qüvvənin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Bu cisimlər necə hərəkət edər? Və şərtdə bizə deyir ki, X oxu istiqamətində hərəkət edən. Deməli, cisimlərin hər üçü X oxu istiqamətində gedir. Bu cisim də X oxu istiqamətində gedir. Bu cisim də X oxu istiqamətində gedir. Bu cisim də X oxu istiqamətində gedir. Sadəcə bunlara tətbiq olunan qüvvələr müəyyən istiqamətlərdədir. Bərabər yeyinləşən hərəkət edir. Heç biri. Çünki heç biri bərabər yeniləşən hərəkətə uyğun gəlmir. Artan təcillə hərəkət edir. Demişdik, qüvvə nə zamana görə artarsa, o cisim artan təcillə hərəkət edə bilər. Baxın, ikinci halımıza. Deməli, B variantı gedir bura. Azalan təcillə hərəkət edir. Qüvvə zamana görə azaldığı bir variant yoxdur. Sabitdir, sıfırdır və artandır. A olmaz, C olmaz, B-də getdi. Bərabər sürətlə hərəkət edir. Nə zaman bərabər sürətlə hərəkət edirdi? Əvəzləyici qüvvə və təcil sıfıra bərabər olduqda. D də uyğun olur bura. Bərabər yavaşlayan hərəkət edir. Y də uyğun olur birinciyə. Çünki X oxu istiqamətdə gedir. Əvəzləyici qüvvə mənfidən sabitdirsə, cisim bərabər yavaşlayan hərəkət edir. Uyğunluğu müəyyən edin. X oxu istiqamətində düz xəttli hərəkət edən cisimlərə təsir edən əvəzləyici qüvvənin proyeksiyasının zamandan asılılıq qrafikləri verilmişdir. Bu cisimlər necə hərəkət edər? Yenə cisimlərin hər üçü X oxu istiqamətində hərəkət edir. Yəni sürətlər baxın bu istiqamətdədir. Bərabər yeyinləşən hərəkət edir. Birə uyğun olaraq, çünki cisim X oxu istiqamətdə gedir, qüvvə də müsbətdən sabitsə, bu bərabər yeyinləşən hərəkətdir. Artan təcillə hərəkət edir. Heç biri, yəni qüvvə zamana görə artardı. Azalan təcillə hərəkət edir ikinci, çünki qüvvə zamana görə azalıb, get-gedə sıfıra düşür. Bərabər sürətlə hərəkət edir üçüncü cisimiz, çünki əvəzləyici qüvvə sıfıra bərabərdirsə, deməli cisim bərabər sürətlə hərəkət edir. Oldu A, C və D.